Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə çox ləzzətli bir piroqun hazırlanmasını paylaşmaq istəyirəm. Hazırlanması 5 dəqiqəyə başa gələn bu piroqu inanın ki, ləzzətindən doymayacaqsınız. Öncəliklə 5 ədəd yumurtanı qaba əlavə edirəm. Yumurtalar otaq temperaturunda olmalıdır və əl çırpıcısı ilə yaxşı-yaxşı qarışdırıram. Yumurtanı biraz çırpdıqdan sonra 2 stəkan şəkər tozunu yumurtanın üzərinə əlavə edirəm və hər ikisini biraz rəngləri dəyişənə qədər çırpıram. Yumurta ilə şəkər tozu rəngini dəyişdikdən sonra qoyuram bir kənara. 1 stəkan qatığın üzərinə 2 paket qabartma tozu əlavə edirəm, qarışdırıram və bir 5 dəqiqə qatığın köpməsini gözləyirəm. Qabartma tozunun əvəzinə sodadan da istifadə edə bilərsiniz. Qatıq 5 dəqiqə köpdükdən sonra yumurtalı qarışımın içərisinə əlavə edirəm və bir 2 dəqiqə də qarışdırıram. Üzərindən 1 stəkan duru yağ əlavə edirəm. Duru yağı ərimiş kərə yağı ilə də əvəz edə bilərsiniz. Və 3 dolu xörək qaşığı kakao əlavə edirəm. 2 paket də vanil əlavə edirəm və 4 stəkan ələnmiş unu yavaş-yavaş yumurtalı qarışımın içərisinə əlavə edirəm və eyni kütlə halına gələnə qədər qarışdırıram. Ən sonda isə 1 ədəd portağalın qabığını rəndədən keçirdirəm, amma sarı hissəsini, ağ hissəsini qətiyyən vurmayın, onda acılıq verəcəkdir şirniyyata. Və 2 xörək qaşığı da portağalın suyu və 3 xörək qaşığı südü xəmirə əlavə edirəm və eyni kütlə halına gələnə qədər qarışdırıram. Xəmirin duruluğu isə baxın bu cür olmalıdır. Soba listinin içinə 1 xörək qaşığı duru yağ əlavə edirəm və hər tərəfini yağlayıram. Üzərinə 1 xörək qaşığı da un səpib qabın hər tərəfini unlayıram. Bunu bişirmə kağızı olmayan xanımlar etsin. Xəmiri soba qabına yerləşdirdikdən sonra üzərindən şokolad qırıntıları və qoz qırıntıları əlavə edirəm. Bunu etməyə də bilərsiniz, amma bu cür daha ləzzətli və dadlı olur. Əvvəlcədən alt-üst 180 dərəcədə qızdırılmış sobada 40 dəqiqə ərzində bişirirəm. 40 dəqiqə keçdi və mənim piroqum artıq hazırdır. Çox ləzzətli və çox dadlı bir piroqdur. Piroqun pişib-pişmədiyini isə taxta çöplə yoxlayın. Əgər çöpün üzərində xəmir qalırsa, deməli bişməyibdir. Bu isə üzərində qalan şokoladdır. Baxın, şokolada vurduğunuz zaman isti olduqda çox yumuşaq olur. Piroq soydu və mən indi kəsib içərisini də sizə göstərəcəm. Şokolad necə piroqun tam içərisinə hopub yediyiniz zaman çox ləzzətli bir dad olacaqdır. İnanın ki, hazırlamanıza peşman olmayacaqsınız. Dilimlər çox hündür, çox havalı, yumuşaq olur. Yəni alınmayacaq kimi bir dərdiniz olmayacaq. Yəni elə bir kəs ola bilməz ki, bu piroqu hazırlasın, amma onda alınmasın. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Videonu bəyəndinizsə videonun aşağısındakı bəyəndim düyməsini basaraq kanalıma dəstək ola bilərsiniz. Bu qədər. Sağ olun, salamatla qalın.